Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il 12-14 mart tarixlərində 13-cü Qlobal Bakı Forumu keçirildi. Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması mövzusuna həsr olunan bu dəfəki forum xüsusilə son zamanlar aktual olan məsələləri əks etdirdi. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bugün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Forumun gündəliyinin geniş olmasına toxunan İlham Əliyev müzakirələr zamanı xüsusi diqqətin bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcəyinə əmin olduğunu bildirdi. Dövlət başçısı çıxışında təhlükəsizlik məsələlərinə xüsusi toxunaraq qeyd etdi ki, regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Suverenliyimizin bərpasının hər zaman gündəliyimizin əsas prioriteti olduğunu söyləyən İlham Əliyev bildirdi ki, cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Prezident bildirdi ki, artıq bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq. Bununla da göstərdi ki, biz uzun müddətli deyil, əbədi sülhə sadiqik. Bugün enerji təhlükəsizliyinin heç vaxt olmadığı qədər önəm daşıdığını deyən dövlət başçısı, boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycanın dünyada bir nömrəli ölkə olduğunu bəyan etdi. İlham Əliyev münaqişələrin ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olduğunu və bunun böyük çətinliklər yaratdığını bildirdi. Hazırda həm orta dəhlizə, həm də şimal-cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olunduğunu vurğulayan dövlət başçısı qeyd etdi ki, Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm qərbdə, həm də şərqdə bir çox ölkələr üçün mühüm tranzit rolunu oynayırıq. Forumun birinci günündə qlobal təhlükəsizlik və güc balansı, beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər, böhranda çox tərəflilik, qlobal əməkdaşlığa yeni baxış və Birləşmiş Millətlər Təşkilatı 80 illiyində mövzularında panellər təşkil olundu. İkinci günündə isə Çin və qlobal idarə etmə təşəbbüsü, danışıqlardan kənar, qopucanlı saxlama uğrunda mübarizə, orta dəhliz və Avrasiya bağlantı qapısı, Afrika bugün və sabah, 2030 gündəliyinin şərtləndirilməsi, inklüziv inkişaf və dayanıqlı bağlantı mövzularında müzakirələr aparıldı. Bakı Forumu qarşılıqlı anlaşmaya əsaslanan müzakirələr aparmaq üçün unikal platformadır. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunda çıxış edir. Dünyada mühüm geosiyasi proseslərin baş verdiyi bir dövrdə reallaşan bu ilki forumun mövzusu isə əvvəlki forumların mövzusundan daha vacib əhəmiyyət kəsb etdi. Azərbaycan bir daha özünü qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir dövlət kimi təqdim etdi.